maşın sürürsünsə, bir neçə qaydanı nəzərinizə çatdıram. İlk öncə oturuş qaydasından başlayaq. Oturuş qaydası belə olmalıdır. Belə yox. Sür də, sənə prava verəlim, mən nədir? Nədir? Hə, saxla. Hanımlar, gündəlik 40 dəqiqənizi parkovkaya həsr etmək məqsədə uyğun deyil. Öyrənin də bunu da. Parkovkada da qardaş, sürdün, saxladın. No coke and no coke in my brain. No coke and no heroin can go in my vein. Cause I love marijuana. Come on and read. No coke and no coke in my brain. No coke. Əgər yol gedərkən kimsə sizə siqnal verirsə, bu həmişə patxodun göstəricisi deyil. Ola bilər ki, maşınınız yanay. Gəlmişsə sən. Nədir? Kim verirsə o pravanı? Biraz diqqətli olmaq lazımdır. Yetan kız kaybı tapmayandan sana kız çıkmaz. Pridorok. Əgər kimsə şüşənizi döyüb nəsə deməyə çalışırsa, bir üzünüzə çevirin. Baxın, görün kimdir, nə demək istəyir. Belə sifət eləmək lazımdır. Və dərhal əlinizə telefonu atıb kiməsə zəng etməyə də ehtiyac yoxdur. Upsi! Bu nə olsun başdan xalmaya gəldir ki, xanım sizlə tanış olmalı. Nə bilim, nəsə deyir şüşəyə. Təkər yanır. Ay, yox, upsi, təkərim yanır. Danışarıq. Əgər siz oğlanla tanış olmaq istəyirsinizsə, bunu maşında etmək məcburiyyətində deyilsiniz. Maşını saxlayıb, düşüb tanış ola bilərsiniz. Unutmayın, siz maşını ilə də ideal sürmürsünüz. Və bu formada... Qarşıdan gələn kamazı görməyə bilərsiniz. Qızlar, əgər rulu döndərirsinizsə, döndərdiyiniz tərəfdəki güzgüyə baxmaq lazımdır. Rulu sağ tərəfə döndərirsinizsə, sağ güzgü var. Əgər sol tərəfə döndərirsinizsə, sol güzgü var. Bu isə xanımlar, makyaj üçün deyil, bu dal tərəfi görmək üçündür. Şəkil çəkdirmək üçün də deyil. Deməli, bu qazdır, bu tormozdur. Tormoz, qaz... Yox, bu qazdır, bu tormoz. Aha, tormoz, qaz. Bu qazdır, bu tormoz. Bu tormoza bassan dayanır maşın. Ora qaza bassan qaz gedir. Deməli, qaz, tormoz. Bu tormozdur, bu qaz. 2 dənə stimulus pedal var burada. Qaz, tormoz. Tormoz budur, bu. Bu. Bu tormoz, bu qazdır, bu tormoz. Yox, aka, tormoz, sən. Əgər siz maşını sürürsünüzsə, bu etaplardan mütləq keçmiş olursunuz. Maşın sürən xanım bir ulduza bənzəyir. Ona hamı görür, amma o heç kimi görür. Unutmayın ki, yollara bəzək verən məhz sizsiniz. Sadəcə maşın alarkən sürməyə öyrənin.